Doğrudan da adam bu tarixi faktları araşdıranda bir şey insanın yadına gəlir, fikirləşir ki, niyə görə İmam Hüseyin öz canını fəda elədi? Məgər ailə, uşaq, qohum, bəziləri deyir ki, mənim üçün ailəm dəyərlidir, bəziləri deyir ki, mənim üçün işim dəyərlidir, bəziləri deyir ki, mənim üçün vəzifəm dəyərlidir, bəziləri deyir, mənim üçün həyatım dəyərlidir. Bəs nə üçün İmam Hüseyin bütün dəyərlərdən keçdi? Hər şeydən keçdi. Ona görə ki, İmam Hüseyin Allahı sevirdi. Yalnız Allah üçün hərəkət etdi. Ailəsindən, bütün dəyərlərdən keçərək o istəyirdi ki, bütün dəyərlər geçsin, yalnız Allahın İslamı, yəni bu dəyər qalsın. Və ondan sonra gələcək nəsil araşdırsın, təhlil eləsin ki, yalnız insan Allah üçün yaşamalıdır. Allah da bizdən bunu istəyir. Biz Allah üçün gərək hər şeyimizdən keçək. İslam dininin də əsl hədəfi, İmam Hüseynin də əsl hədəfi elə bu idi.